Dərin bir üstünlüyü var ki, digər orqanlardan fərqli olaraq güzgüdür. Mədədə nə baş versə, biz ancaq zond udanda görürüksə, dəridə xırda bir şey olanda dərhal görürük və elə xəstəliklərin sayının da çox olması ona görədir. İlkin müraciətlər də dəridə daha çox olur, çünki gözümüzün qabağındadır. Bu bizə həm də kömək edir ki, digər daxili xəstəliklərdəki problemi də vaxtında müəyyənləşdirə bilərik. Sovetdən yəqin ki, qalıbdı, o dönəmdən qalıbdı yanaşma. Qurdun üstünə atmaq, yəni yazıq qurdun dili yox, ağzı yox. Bütün xəstəlikləri az qalan üstünə atan həkimlər var. Amma müasir belə deyək də, tibbdə heç bir tədqiqatda bu özünü təsdiqləməyibdir. Və o qurd məsələsi də özünü təsdiqlənməmiş məsələlərdən biridir akne xəstəliyində. Bir çox başqa xəstəliklərdə təbii ki, rolu var, amma sırf aknedən danışırıqsa bu mifdir. Aknedə yenə də dediyim kimi, burada əsas genetik meyillikdir, cinsi hormonlardır və qidalanmada qlikemik indeksi yüksək qidalardır. Bu üç şeyi əsas bu yanaşmamız, bu özünü təsdiqləmiş məsələlər budur deyə, rahat bunu deyə bilərik. Gələcəkdən hansı səbəblər tapılacaq, biz hələ bilmirik, amma hansılar inkar olunub, onu bilirik.